Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə səhhətində yaranan problem səbəbilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bu barədə News 24 Aza onun köməkçisi Rüfət Zəkizadə məlumat verib. Bildirilib ki, hazırda Kəmalə Ağazadənin vəziyyəti həkimlər tərəfindən orta ağır olaraq qiymətləndirilir. Rüfət Zəkizadənin sözlərinə görə aparılan ilkin tibbi müayinələr nəticəsində ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Hazırda xəstəxanada müvafiq müayinələr davam etdirilir. Həkimlər onun səhhətini diqqətlə nəzarətdə saxlayır və bu gündən etibarən müalicə prosesinə start verilib. Məlumata əsasən Kəmalə Ağazadənin müalicəsinin stasionar şəraitdə aparılması planlaşdırılır və onun təxminən 10 gün müddətində Sabunçu Tibb Mərkəzində müalicə alacağı gözlənilir. Yaxınları və həmkarları onun tezliklə sağlamlığına qovuşmasını arzulayırlar.